Və növbəti bir layihə ətrafında danışmağa biz hazırıq əziz tamaşaçılar. İlin fotoqrafı 2015 layihəsi 4 dəyərli dostumuz, 4 dəyərli insan studiyamızdadır. Salamlayıram sizi. Xoş gəlib, səfa gətirmişsiniz. Rauf Umud bugün verilişimizdə iştirak eləyir. Belə deyək də Rauf müəllim, növbəti dəfə verilişimizdə iştirak eləyir Rauf müəllim. Fotoqraflar Birliyinin İdarə Heyətinin sədr müavini, çox dəyərli bir insan. İradə xanım Qədirova studiyamızdadır. İradə xanım Fotoqraflar Birliyi İctimai Əlaqələr üzrə sədr müavinidir. Səfiyar Məcnun studiyamızdadır. Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü və Fərqanə Qasımlı. O da Fotoqraflar Birliyi İdarə Heyətinin daha bir üzvüdür. Bir daha salamlayıram sizi. Çox şadam görüşümüzə. Rauf müəllim, sizlə başlayaq söhbətimizə ilk əvvəl. Buyurun, zəhmət olmasa bu layihə haqqında danışın. Sonra dəyərli dostlardan da xahiş edəcəm. Öz fikirləri ilə bölüşsünlər. Çox sağ olun, təşəkkür edirəm. Əvvəla İctimai Televiziya biz öz təşəkkürümüzü bildiririk ki, bizə tez-tez diqqət ayırır və sizinlə tez-tez görüşə gəlirik. Tez-tez və sevə-sevə diqqət ayırır. Sevə-sevə təşəkkür bilirəm. Biz özümüz də sevə-sevə gəlirik. Bilirəm. Çünki o qədər səmimi münasibətlərimiz var ki, yəni biz burada özümüzü rahat, öz studiyamız kimi bilirik. İş burasındadır ki, 98-ci ildən yaranandan Azərbaycan Fotoqraflar Birliyi bugünə qədər ənənəvi ilin fotoqrafı belə deyək, tədbiri keçirdir və biz burada seçilən fotoqrafı, ilin fotoqrafı mükafatı veririk. Ondan savayı bir neçə mükafatlarımız var ki, Qızıl Arqusdur, Gümüş Arqusdur, Bürünc Arqusdur, sonra pres fotoqrafdır, foto jurnalistdir, sonra dostlarımız var ki, məsələn, sevilən, bizi sevən dostlarımıza yenə də mükafatlarımızı veririk ki, bizə diqqət ayırırlar. Məsələn, televiziyalardır, hər hansı bir saytdır. Sonra inşallah bu tədbirdə bizim iki xarici qonaqlarımıza, yəni xarici partnyorlarımıza biz mükafat təsis eləmişik ki, biz onlarla artıq 2 ildən yuxarıdır memorandum bağlamışıq və memorandum əsasında da yaradıcılıq birliyimiz var. Bu Gürcüstan Fotoqraflar Assosiasiyasıdır, bir də İzmirin ESFA dərnəyidir, Fotoqraflar Dərnəyi. İndi qismət olsa, ondan sonra, yəni ki, bundan başqa da bizim gələcək layihələrimiz var ki, mart ayında Türkiyədən, Gürcüstandan bizə qonaqlar gələcək, yenə də fotoqraflar gələcək. Keçən bu bir balaca birinci dəfə oldu deyə 2 Gürcüstandan, 2 Türkiyədən gələn fotoqrafımız var idi, həm də Azərbaycandan. Sonradan bu işin sonunda bunu deməli Miras İctimai Birliyi təşkil eləmişdi. Tərəkəmə çərçivəsi, bəli. O da o qədər maraqlı oldu ki, bu il təsəvvür edin ki, İzmirdən artıq 10 nəfər, 10 fotoqraf Azərbaycana gəlmək istəyir. Bunlar da inandırım sizi ki, öz ciblərinin pulu ilə gəlir, öz xərcləri ilə gəlirlər. Azərbaycan o qədər maraqlandırıb bunları ki, artıq bu maraq yaranır. Gürcüstandan bu illəri yenə də 4-5 fotoqraf bizə müraciət edib ki, gələk, demişəm, buyurun. İndi, yəni ki, bu ilin fotoqrafı deyəndə biz partnyorlarımızı, sonra bizim özümüzdə foto sənətini sevən insanların hamısına mükafatlandırırıq və cəlb edirik ki, gəlsinlər bizim birliyə. Bizim birlik onlara mükafatdan savayı həm yeri gələndə tədrisi ilə bağlı, yeri gələndə yeni yaradıcılığına təkan verən bir birlik olduğuna görə indi bu davamlı olacaq inşallah. Çox yaxşı. Bu hər il keçirilən bir layihədir. Bəli, hər il keçirilir. Yəni bu layihə çərçivəsində yeni, təzə adlar fotoqrafiya sənətində kəşf edirsinizmi? Yeni insanlar, yeni imzalar cəlb olunurmu? Bir neçə il əvvəl biz deməli Hüseyn Hüseynzadə adına mükafat təsis elədik ki, bu da Ümid mükafatı oldu. Hüseyn Hüseynzadə adına Ümid mükafatı. Yəni biz hardasa görürük ki, bu fotoqrafın bu illəri ümidverici baxışları var, gözəl əsərləri var və onu belə deyək ki, biraz daha cəlb eləmək üçün önə çəkirik, qiymətləndiririk. Biz birbaşa məsələn ona Argus mu deyək və yaxud ilin fotoqrafı deyə belə bir şey vermirik. Sadəcə o ümidimizdir, bizim gələcəyimizdir deyə. Özdə bu Hüseyn Hüseynzadənin ayın 11-də 81 yaşı oldu. Tanınmış fotoqrafımızdır. İndi hal-hazırda xəstədir, evdə yatır. Yəni ki, biz hətta qocaman fotoqraflarımızın adlarına yeni mükafatlar təsis edirik. Onların adına. Hətta bu illəri bir layihə də, yeni bir nominasiya beynimə gəldi. Gəzintidə olan fotoqraf, yəni ki, özü öz hesabına çıxır dünya səyahətinə, onun gözəl işlərindən varsa gəlsinlər, təqdim eləsinlər, biz onu da mükafatlandıraq. Niyə? Çünki fotoqrafiya sənəti gəzməyi sevən sənətdir.
bir yerdə oturmur, bir yerdə çalışmır. Daima axtarışda olduğuna görə də, yəni biz artıq qismət olsa 16-cı il üçün bu nominasiyada təhsil eləmək istəyirik və çox gözəl. Biraz da həm də bunlara bilirsiniz bir inam gəlir ki, mən getdim, gəzdim, gəldim və bu layiqincə qiymətləndirildi. Bir var ki, gəzir, gəlir, hardasa indi nədəsə göstərildi və salam bu ilə bitir. Xeyr. Biz istəyirik ki, onu da mükafatlandıraq və ona da belə. Çox yaxşı. İradə xanım görək nə düşünür, nə deyir? Buyurun. Mən səbirsizliklə həqiqətən də İlin Fotoqraf 2015 layihəsini hazırlaşırıq. 23 yanvar axşam saat 7-də Beynəlxalq Muğam Mərkəzində təşkil edəcəyik. Qonaqlarımızı dəvət edirik, səfirliklərdən nümayəndələrimiz olacaq. Siz də dəvət edirik, gəlib qoşula bilərsiniz. İlin yekununu vuracağıq. Keçən il fərqlənən fotoqraflarımız olub, layihələrini eləyənlər, gözəl layihələr təqdim etmişlər. Eyni zamanda işlərini heç nəyə baxmadan, yəni işləyən fotoqraflarımız var ki, ilin yekunu əslində bu deməkdir ki, biz onlara nominasiyalar təqdim etməklə bir növ onlara stimul veririk ki, nəzərimizdəsiniz. Yəni il ərzində bunların gərək fəaliyyəti olsun ki, sonda mükafatlandırılsınlar, düzdür? Bir şey də mən üzr istəyirəm, əlavə edeyim ki, bu illəri bizim Muğam mərkəzində tədbirimizi keçirmək üçün bizə çox yaxından dəstək olan Mədəniyyət və Turizm Nazirliyi oldu. Biz onlara müraciət elədik. Düzdür, hər dəfə bir başqa yerlərdə keçirdik, məkanlarda keçirdirdik. Yəni işimizi daha da gözəlləşdirən, rövnəq verən biz müraciət elədik Mədəniyyət Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə. Sağ olsunlar, bizi qırmadılar və möhtəşəm bir yeri, Muğam mərkəzini bizə bu illəri təmənnasız təqdim elədilər. Doğrudur. Fərqanə xanım, buyurun. Bilirsinizmi mənə maraqlı nədir? Məsələn, il boyunca siz bu işin içindəsiz də hamınız, düzdürmü? Birliyin əməkdaşlarısınız, nə baş verir orada bilirsiniz, nə proseslər gedir bilirsiniz. Yaxşı fotoqraf bu hansı meyarlarla ölçülür? Hansı meyarlar əsasında bu insanlar mükafatlandırılır? Yəni, təkcə gözəl kadrı yaxşı tutmaqdırmı orada? Yoxsa ideyada rol oynayır? Yoxsa onun fərqliliyi də orada önəmlidir? Yəni, hansı keyfiyyətlərinə görə biz fotoqrafa yaxşı fotoqraf deyə bilərik, ilin fotoqrafı deyə bilərik? O keyfiyyətlərinə görə ki, ilk öncə beynəlxalq müsabiqələrdə çıxan, bəli, biz bu illərin bir neçə fotoqraflarımız var ki, sırf beynəlxalq müsabiqələrdə iştirakına görə, qızıl medal qazandığına görə, diplomlar aldıqlarına görə biz onları mükafatlandırırıq. Yəni, fotoqraflarımızı dəvət edirik Azərbaycan Fotoqraflar Birliyinə, üzv olmalarına. Üzvlük də onlara onu belə bir şey kömək eləyə bilər ki, yəni çox fotoqraflarımız var ki, çəkirlər, çox gözəl kadrlar çəkirlər, əl işləri var, sənətkardırlar, amma bu işlərin nümayiş elətdirə bilmirlər. Deyək ki, Facebook sosial şəbəkədə, oradan başqa heç yerdə sərgiləyə bilmirlər və biz istəyirik ki, həmin insanları üzə çıxaraq, sırf sənətkarları üzə çıxaraq, ondan ötürü də komanda şəklində işləyirik, çalışırıq. İşimizi də bunun üzərində qurmuşuq. Aydındır. Nə qədər birliyin üzvü var? Neçə üzvü? Dəqiq deyə bilərik, yoxsa? Hal-hazırda 120-yə yaxındır. 120-yə yaxındır. İnsanlar var ki, məsələn, peşəkar deyirlər, amma peşəkardan da çox həvəsi var fotoqrafiya sənətinə. Həvəskar fotoqraflardır. Deyək ki, o lazım olan aparatlardır, o müəyyən avadanlıqlardır. Belə insanlar necə qəbul olunur üzvlüyə, yoxsa Məhdudiyyət yoxdur. Məhdudiyyət yoxdur, yəni müraciət edən insanlara. Burada müraciət edən insanlar öz portfolyolarını göstərirlər. Bizim bədii şura var. İndi hal-hazırda mən özüm də şuraya rəhbərlik edirəm. Göstərilir, işlərə baxılır, amma okey verəndən sonra, yəni ki, bu insan, biz onu iki yerə bölmüşük. Yəni ki, bir professionallıq, bir də namizədlik nöqtəyi. Məsələn, ilk öncə gələnləri biz namizəd kimi qəbul edirik. Onlar özlərini doğruldurlar. Yəni ki, birliyin həyatında müəyyən bir işlər də görürlər, özlərini göstərə bilirlər və ondan sonra ikinci dəfə artıq biz onu həqiqi üzv kimi qəbul edirik. Amma mənə elə gəlir ki, 120 adam biraz azdır. Yəni bir ölkə üçün. Yox, yoxsa səhv edirəm. Məsələ burasındadır ki, çəkinirlər. Azdır 120 nəfər. Çəkinməkdən də sabahı belə bir şey də var ki, biraz kənardan dayanıb gözləyirlər. Nəyi Gözləmə gözləyirlər? mövqeləri var ki, görürsən bu Azərbaycan Fotoqraflar Birliyi nə edir, necə eləyəcək. Başlayırlar yaxınlaşmağa. Məsələn, bizim komandada olan dostlarımızın içində, yəni Səfiyarın da, İradə xanım da, Fərqanə xanım da, belə deyək ki, bunların komandasında elə bir insanlar var ki, onlar hələ ürək eləyib gələ bilmirlər. Fikirləşirlər ki, birdən gedərik, orada çox belə bir böyük tələbat olar, belə bir çəkinmə var. Sonra eləsi var ki, məsələn, fikirləşir, mənə nə verəcək bu? Halbuki Azərbaycan Fotoqraflar Birliyi bugünə qədər yetərincə bir şeylər verib. Belə, məsələn,
Siz dəfələrlə sizin studiyadan biz səslənmişik, bizim aylıq müsabiqə var. Bəli. Aylıq müsabiqəni əksəriyyət insan fikirləşir ki, bəlkə də gedib bir diplom alacağam orada. Amma iş bunda deyil. Biz hər ay yeni mövzu verib, onların beyninə təzə bir fikirlər atırıq və o fikirlərdən siz bacarığınızı göstərin. Aydındır. Bu özü də bir növ məktəbin bir növüdür. Bəli. Yəni kompozisiya baxımından, texniki baxımından gəlir hər ayda özdə həmin ayda çəkilən fotolardan istifadə olunmalıdır ki, biz o ayı buna göstərək ki, sən bu ayda bunu bacardın ya bacar. Aydındır. Bəli, Səfiyyara da bir söz Əlavə verək. olaraq, təşəkkür Buyur, edirəm. Səfiyyə. Əlavə olaraq qeyd edeyim ki, yəni kifayət qədər fotoqraflar istər həvəskar, istər peşəkar var ki, onlar Azərbaycan Fotoqraflar Birliyinin rəsmi üzvü deyillər. Yəni hansısa səbəblərlə olmayıblar üzvü, amma bütün tədbirlərdə, bütün o görüşlərdə gəlirlər, iştirak eləyirlər. Yəni sayımız 120 ilə məhdudlaşmır. Bir o qədər də yəni tam Tədbirə rəsmi üzvü keçirdiyimiz olmayan tədbirə bəli, üzv Amma olmayan əksər insanlar çox tədbirlərimizdə gəlirlər. iştirak Var. edirlər. İştirak edirlər. İştirak edirlər, yəni. əlavə olaraq Buyur səs. qeyd edeyim ki, bu ilki bizim komandamız, yəni yeni komandadır. Azərbaycan Fotoqraflar Birliyi keçən ilin sonunda öz ilin yekununu ilini yekunlaşdırdı. Yeni Bəli. heyət seçildi. Bəli, yeni heyət seçildi, yeni sədr təyin olundu, yeni idarə heyəti seçildi. Kimdir sədr birliyi? Minayib Həsən Minayib Həsənov. dostluğunuz. Müəllim çox Bəli, gözəl bir fotoqrafdır. Yəni doğrudan da bu gün Azərbaycanda fotoqrafiya sənəti deyiləndə Minayib müəllimin adı öndə çəkilir. Salamlarımızı göndəririk, hörmətimizi göndəririk. İndi bilmirəm izləyir bizi yoxsa yox. Hər halda çox dəyərli bir fotoqrafdır. Doğrudan da çox dəyərli bir fotoqrafdır. Bununla yanaşı idarə heyətinin sayını biz yəni məsləhətlə çoxaltdıq və işi indi mükəmməl şəkildə asanlıqla 9 nəfərə çatdırmışıq və nəticə də göz qabağındadır ki, artıq yəni Nazirliyin dəstəyi ilə Belə bir şey də var ki, bu ilki yeni idarə heyətinə ayrı-ayrı hər kəsin üzərinə bir məsuliyyətli bir iş düşüb. Yəni bunu bölmüşük. Düzdür. Tapşırırıq ki, məsələn Səfər bəy, sən bunu eləməlisən. Tək Səfər bəylik deyil. O sadəcə olaraq bu işin başlanğıcını başlayır, sonra ətrafdakılar hamımız yenə də ona Aydındır, dəstək oluruq. aydındır. Yəni vəzifə bölgüsü belə deyilən Başa düşdüm. dırnaqarası bir Başa işimiz düşdüm. var. İndi bir məsələ var da əziz dostlar. Bu gün bizim əlimizdə olan telefonlar fürsət verir ki, biz hamımız fotoqraf olaq, düzdür? Xüsusilə də bu selfie çəkilişində də hər kəsə özünü bir çəkir. Yəni bununla da iş bitir. Hamı belə deyək də, hardasa fotoqrafdır. Yəni belə demək olarsa, işindən asılı olmayaraq vəzifəsindən, statusundan, hamının əlində telefon varsa, yəni artıq sən müəyyən dərəcədə necəsə bir kadr tutmaqda, yaxşı görünməkdə, işıq, effekt və s. indi az da olsa hər kəsin özünü sınaya bilir. Bax necə bilirsiniz? Bu texnologiya, bax bu hamının əlində telefon və foto sənətini demirəm amma əvəz edirik. Amma hardasa fotoqraf olaraq müraciət eləyəcəkdiksə, amma artıq özümüz bu işi görürüksə, düzdürmü? Bu sıradan çıxarmırmı, maniçilik törətmirmi peşəkar fotoqrafiya işinə? Əksinə onların Sənətinə demirəm, təbii sənətinə mane ola bilməz, işinə, peşəkar İşinə fotoqraf deyəndə işinə. əksinə nə qədər onlar çox olarsa peşəkarlar daha da Bilinər artıq, yəni, hə? daha da artıq özlərinə ciddi yanaşırlar və fikirləşirlər ki, burada bu işi düzgün qurulub, burada bu deyil. Yəni müəyyən meyarlar və tək meyarlar deyil, ümumiyyətlə foto sənəti bədii sənətdir. Hal-hazırda belə deyək də, elə bir insan tapılmaz ki, düzdür, telefonların çox köməyi var, amma elə bir insan tapılmaz ki, fotoya bir münasibəti olmasın. Düzdür. Hər kəsin fotoya münasibəti var. Hətta bizim vaxtımızda, yəni analog o film olan vaxtda belə elə əksər 10 adamdan 8-in evində böyüdücüsü də var idi, adi bir smena aparat da olsa var idi. Kimdən də söhbət eləsəydi, mütləq deyirdi ki, mənim evimdə bir həvəskar aparatım var, bir smena aparatım, biri deyir, mən artıq zenit almışam. Yəni, fotoya münasibət hər zaman olub. Aydındır. Bu günlər texnologiya sadəcə olaraq bunları biraz sadələşdirib. İndi yəqin ki, bu da çox rahatlıq verir. Biz Əsl fotoqrafda belə deyək ki, üzr istəyirəm, fərqli görməyə bacarmalıdır. Düzdür. Yəni hər telefonla şəkil çəkə bilərlər, amma telefonla çəkib fotoqraf olmaq olmazdı, belə deyək. Doğrudur. Ona görə fərqli Doğrudur. görmək lazımdır. Amma ilk addım kimi istifadə eləmək yəni yararlıdır. Əgər fotokamerası yoxdursa, mobil telefonla çəkib başlaya bilər, həvəsi arta bilər. Fotoqraf olmağa bir yoldur bu. Mobilografiya deyilən bir şey vardı. Bu hətta beynəlxalq deyim sizə
konkurslar, A kateqoriyalı konkurslar olur. Mobilografiyadan birinci yerə çıxan, ikinci yerə çıxan, üçüncü yerə çıxan bunlar vardı. Hətta səhv eləmirəmsə National Geographic-də də mobilografiya vardı, qəbul ediləndi. Bəli, tez-tez keçirir Nikon şirkəti. Bu o demək deyil ki, yəni bir insan mobil telefonla çəkirsə, düzdür, bu bizim cibimizə qədər gəlib çıxıb fotokamera. Bunun hardasa mahiyyətini azalda bilər. Amma fotoqrafiyadan anlayışı olmayan üçün mahiyyətini azalda bilər. O kəs ki, fotoqrafiyadan anlayışı var, bunun artıq o xanımlarımız demişkən, rakurs məsələsi, baxış bucağı məsələsi. Həm də düşünürəm, bu janr ona görə belə məşhurdur ki, elə bir məkana düşə bilərsən ki, əlinin altında məsəl üçün əlinin altında fotokamera yoxdur, amma sən o anı tutmusan və bunu çəkməlisən. Yəni çəkməsən, telefon o momentdə, o anda çox köməyə gəlir. Doğrudur. Ümumiyyətlə fotoqrafiya sənəti özü çox mürəkkəb sənətdir. Bilirsiniz, biz birinci baxışdan bəlkə şəklə baxırıq deyirik, fotodur. Amma o bir tarixə çevrilir. Düzdürmü? Danışmalıdır insanla. Yəni bu baxımdan çox vacib bir məsələdir. Dostlar, minnətdaram mən sizə. Çox sağ olun. Təşəkkür edirik. Təbii ki, sizlə danışsaq içimiz açılacaq, ürəyimiz çoxdur, qəşəng sözlərimiz var deyiləsi, amma zaman məsələsi var. Mən təəssüflənmirəm. Bilirsiniz niyə Rauf müəllim? Tez-tez görüşürük sizlə. Yenə görüşəcəyik, yenə davam edəcəyik söhbətlərimizə və sonda mən mütləq özümə borc bilirəm. Madam ki, biz fotoqraflardan danışdıq, fotoqrafiya sənətindən danışdıq. 2015-ci ildə, yəni son işimiz oldu. İndi 2016-cı ilə keçmişik. 2009-dan bəri mən bütün o jurnallar, mətbuat, ondan sonra qəzetlər, yəni telekanallar, yəni kimlər ki o fotoqrafiya sənətinə aid məndən şəkillər, fotolar istəyirlər, mənim çox dəyərli dostum və doğrudan da peşəkar fotoqraflarımızdan biri Raca salamlarımı göndərmək istəyirəm. Rac Steven'a 2009-dan bəri mən ancaq bu insana etibar edirəm şəkillərimi, çəkilişləri, çünki yəni də deyirəm, bax peşəkarlıqdır, danışır onun şəkilləri insanla və inanın illər keçir, məndən soruşurlar ki, hansısa şəkli və heç kim inanmır ki, bu 5-6 il əvvəl çəkilib. Yəni o dərəcədə gözəl bir şəkildə işini görən bir insandır, dostumdur, salamlayıram və uğurlar arzu edirəm ona və digər bugün indi adını çəkə bilmədiyimiz, amma peşəkar bütün fotoqraflarımıza. Çox sağ olun, var olun, işinizdə möhkəm olun.